Bu axşam da sizinlə bir yerdə olmağın məmnunluğunu yaşayırıq. Axşamınız xeyirli olsun. Sağlam Radiodan, Sağlam Həyatdan hər kəsə salamlar. Ən aktual mövzularla yenə də gəlmişik. Görüşünüz maraqlıdır. Deyirlər ki, həmişəki sağlam həyat sağlamlıqla bağlı doğru məlumatları, necə deyirlər, çatdıran bir etibarlı bir mənbədir. Nə gözəl. Bu sözləri eşidəndə doğrudan mənim özümə də xoş olur. Ona görə də bugün də xüsusi bir proqram düşünürəm ki, hazırlamışıq. Bir balaca qəhrəmanlarımız çox kiçik yaşlılar olacaq. Bizim yeni doğulmuşlara müraciət edəcəyi, onlarla bağlı məsələləri ortaya çıxaracağıq. Çünki bugün yeni doğulmuşlarda tənəffüs pozğunluğu əsas diqqətimizdə olacaq. Hər zaman deyirik ki, o bəzən yeni bir nəfəs olur ha, yeni doğulmuş uşaqda. O qədər insanın sevincinə həqiqətən də bir növ şahidlik edir ki, hələ ətrafında demirəm mən. Əsas o etibarən təbii ki, ailə üzvləri, sonra ətrafdakılar o yeni gələn nəfəsi o qədər gözəl bir qarşılayırlar ki, amma birdən-birə bəzən elə olur ki, bu nəfəsdə də müəyyən bir yubanmalar, çətinliklər yaranır, tənəffüs pozuntuları yaranır. Bu artıq demək olar ki, nəinki həmin uşağın valideynlərini, ətrafındakı insanların da əhvalına çox pis təsir göstərir. Təbii ki, bugün yeni doğulmuşlarla bağlı danışmaq üçün neonatoloq studiyamızda olmalıydı. Mən böyük bir məmnuniyyətlə təqdim etmək istəyərdim sizə. Həkimimiz, neonatoloqumuz Nərmin xanım Əzizovanı. Xoş gəlmisiniz Nərmin xanım. Xoş gördük. Axşamınız xeyir Samirə xanım. Necəsiz Nərmin xanım? Çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyam. Mənə elə gəlir ki, siz xoşbəxt həkimlərdənsiniz. Sual verə bilərsiniz, niyə? Bəli, əlbəttə. Məncə də ki, biz çox xoşbəxtik. Çünki yeni doğulan uşaqlarla işləmək və dünyaya ilk qədəmlərini qoyan uşaqlarla işləmək, bəzən onları kritik dönəmdən çıxartmaq bizə hər zaman daha da iki qat sevincə bürüyür. Tək ki, uşaqlarımız, yeni doğulanlarımız heç vaxt xəstələnməsinlər, yalnız profilaktik müalicələr aparaq. İnşallah. Nərmin xanım, o baxımdan da həm də yəqin ki, nəyə görə söylədim, xoşbəxtlik, yəni ona görə olur ki, demək olar ki, uşaq doğulanda ginekoloqunu görür, sonra artıq sizinlə təmasa keçir. Yəni bu bir instinkt yaranır da sizlə uşaq arasında, körpə arasında. Ona görə nə bir problemi, nə bir çətinliyini görəndə dərhal siz reaksiya verə bilirsiniz. Düzdürmü? Bəli. Bəzən həmin uşağın, yeni doğulmuşun valideynini belə məlumatlandırırsınız ki, mən bunu hiss eləmişəm, mən bunu görmüşəm tənəffüsündə problemi. Bir həkimə yenə də siz başqa bir həkimlərə də göstərin, yəni ki, gələcəkdə bu problem artmasın. Bəli. Başlayaq söhbətimizə. Yeni doğulmuşlarda tənəffüs pozğunluğu nədir əslində və niyə bu qədər həyati əhəmiyyət daşıyır? Yeni doğulmuşların tənəffüs pozğunluğu əslində valideynlər üçün və ümumi olaraq çox aktual bir mövzudur. Belə ki, bu əslində uşağın, yeni doğulan bir körpənin tənəffüsünün kifayət qədər effektiv olmamasına bağlıdır. Bu ən çox vaxtından qabaq doğulan prematürə dediyimiz uşaqlarda daha çox müşahidə edirik. Xüsusən bu ağciyərlərin struktur və funksional yetkinsizliyi ilə əlaqədar olan bir vəziyyətdir. Çox böyük əhəmiyyət daşıyır, həyati əhəmiyyəti vardır. Əslində çox tənəffüs pozğunluğudur deyib keçmək olmur üstündən. Çünki bildiyimiz kimi tənəffüs sistemimizin əsas funksiyası ağciyərlərin, yəni qanı oksigenlə təmin etməsidir. Qanı oksigenlə təmin etmədə pozulmaların olması həyati vacib orqanların, beynin, ürəyin, böyrəklərin və sair orqanların oksigenlə təminatın pozulmasına gətirib çıxardır. Çox sadə bir baxdığımız tənəffüs pozğunluqları bütün həyati vacib orqanların oksigenlə təminatının pozulmasına və çox ciddi fəsadlara səbəb ola bilir. Ona görə də ilk olaraq erkən müdaxilənin olması, erkən diaqnostikanın aparılması və erkən müdaxilənin aparılması çox ağır fəsadların qarşısını ala bilər. Sizə diqqətlə qulaq asırdım. Elə bir ki, sanki tənəffüs pozuntuları ilə, tənəffüs pozğunluğu ilə tənəffüs çatışmazlığını bir qələmə verdiniz. Yəni bunlar ikisi də eyni şeydir də, düzdür? Tənəffüs pozğunluğu ilə tənəffüs çatışmazlığı ifadə olaraq, anlayış olaraq yaxın ola bilər. Yəni bizə elə gələ bilər. Lakin əslində patofiziolojik olaraq çox ayrı mənalar daşıyır, anlayışlardır. Onda toxunaq. Tənəffüs pozğunluğunda necə olur? Tənəffüs çatışmazlığında necə olur? Tənəffüs pozğunluğu əslində uşağın kompensasiya dövrüdür. Yəni bu zaman tənəffüsündə köməkçi qrup əzələni işlədərək, yaxud da daha tez-tez tənəffüs alaraq
belə deyirik, biz ona taxpnoya deyirik. Uşaq özünü, qanını oksigenlə təmin edərək həyat vacib orqanlarını oksigenlə təmin etməyə çalışır. Bu kompensasiya dövrüdür. Amma tənəffüs çatışmazlığı artıq körpə dekompensasiya mərhələsinə girmiş olur. Yəni artıq tükənmə başlayır və beləliklə artıq həyati əhəmiyyətli funksiyalarda pozulmalar müşahidə oluna bilər. Ona görə biz tənəffüs pozğunluğunu ilkin xəbər edici siqnal kimi qiymətləndiririk, tənəffüs çatışmazlığını isə artıq həyati təhlükə kimi qiymətləndiririk. Anladım sizi. Yaxşı, bəs bütün yeni doğulmuş uşaqlarda bu tənəffüslə bağlı problemlər, pozğunluqlar yaşanır, yoxsa biraz vaxtından əvvəl doğulan uşaqlarda bu rast gəlinir? Bütün yeni doğulanlarda tənəffüs pozğunluğu sindromu müşahidə edə bilərik. Lakin vaxtından qabaq doğulan uşaqlarda daha çox müşahidə edilir. Bu isə vaxtından əvvəl doğulan uşaqlarda surfaktant çatışmazlığına bağlı olan bir proses kimi qiymətləndirə bilərik. Nədir bu? Surfaktant dediyimiz bir zulaldır, hansı ki bu alveolların açıq qalmasını təmin edir, ağciyərlərin kollapsa düşməsi, ateliktazın yaranmasının qarşısını alır və bizim üçün çox əhəmiyyətlidir. Təbii ki, vaxtından qabaq doğulmuş bir uşaqlar ağciyərləri həm struktur, həm funksional baxımdan yetkinsiz olur, həmçinin tənəffüs mərkəzi yetkinsiz olur. Tənəffüs mərkəzinin yetkinsiz olmasa bunlarda daha çox tənəffüs pozğunluğu müşahidə edə bilirik. Lakin vaxtında doğulan uşaqlarda da tənəffüs pozğunluğu çox müşahidə olunur. Belə ki, bunlarda daha çox tranzitor, yəni keçici taxipnoyalar dediyimiz keçici tənəffüsün asayının artması görülə bilir. Ağciyərlərdə pnevmoniyalar və s. kimi əlamətlərlə özünü büruzə bilir. Beləliklə desək ki, bütün yeni doğulanlarda rast gəlinə bilir tənəffüs pozğunluğu, lakin vaxtından əvvəl doğulmuş uşaqlarda daha çox müşahidə edirik. Əlamətlərinə biz ayrıca yenə də toxunacağıq əlbəttə, amma yenə də bir balaca yeni doğulmuş və digər yaş qruplarında olan uşaqları da müqayisə etsək, yəni onlarda yaşanan tənəffüs pozğunluqları eynidirmi? Yeni doğulmuş uşaqlarda olan tənəffüs pozğunluqları digər yaş qruplarına nisbətən tamamilə fərqlidir. Bu nə ilə bağlıdır? Çünki bir yeni doğulan uşaq körpə həm burada ağciyərin yetkinliyindən söhbət gedir, həm də adaptasiya mühitindən gedir. Yəni uşaq doğulduğu zaman doğuş yollarından keçir, yeni bir ətraf mühitə düşür. Belə ki, həmişə dövlətin daxili dövrdə inkişaf edən bir körpə doğulduqdan sonra yeni bir mühitə düşür və burada həm ağciyərləri mayesi, alveolardakı maye sorulub hava ilə təmin olunmalıdır, həm nəfəs almalıdır, həm qan dövranı perfuziyası ilə tənəffüs arasında koordinasiya aparılmalıdır. Amma digər yaş qruplarında isə olan bir struktur ağciyər tənəffüs sistemi strukturunda yalnız qazanılmış problemlər ortaya çıxa bilər. Yəni bu infeksiyalara qoşula bilər, allergik xəstəliklər ola bilər və s. kimi struktur problemlər ola bilər. Ona görə də yeni doğulanlarla digər yaş qruplarındakı tənəffüs pozğunluğu arasında çox fərq vardır və diaqnostik və müalicə tədbirləri tamamilə fərqli yöndə aparılır. Aydındır. 055 93 490 93 bu bizim WhatsApp nömrəmizdir Nərmin xanım. Adətən bizim proqramlarımızda dinləyicilərimiz də bizə yazırlar, öz suallarını bildirirlər. İndi övladları ilə bağlı hərəkətə keçə bilərlər. Elə bu sualı da onlar üçün qoyaq ki, onlar nə bilmək istəyirlər? Yeni doğulmuşlarda tənəffüs pozğunluğu ilə bağlı göndərsinlər sualları. Çünki bildiyim qədərilə çox sual bugün gələcək. Yəni hər bir valideyni maraqlandıran demək olar ki, bir mövzudur və valideynlərdən danışmışkən hansı əlamətləri gördükdə valideyn dərhal elə bir hərəkətə keçir. Yəni təcil yardım dərhal çağırır. Əsasən hansı əlamətlərə görə bu olur? Valideynlər üçün hər hansı bir əlamətin artıq sadalayacağım əlamətlərdən birinin görünməsi artıq xəbər edici bir siqnaldır. Yəni onlar kompleks olaraq gözləməməlidir. Yəni bu yeni doğulan dövrdə, ilk 28 gündə olan bir dövrdə körpədə misal üçün tənəffüsün sayının artması. Normada tənəffüs uşaqlarda 30-60 arası olur bir dəqiqədə. Tənəffüs sayının artması, yaxud da tənəffüsün sayının azalması və ya səthi olması, tənəffüsün belə deyək, bəzi zaman qısa müddətli dayanmaların olması, biz ona apnoyalar deyirik. Onların müşahidə edilməsi artıq xəbər edici siqnaldır, yaxud da tənəffüsdə köməkçi qrup əzələlərinin iştirak etməsi. Bu uşağın döş qarın əzələlərinin deməli
belə dedik ki, ritmik olmayan, aritmik yığılmalar müşahidə edilməsi. Sanki bütün orqanlar səy göstərir ki, uşağı elə bil ki, tənəffüs almağa vadar edir. Döş qəfəsinin içəriyə batması, dəri toxumalarında siyanozların, yəni göyərmələrin baş verməsi, xüsusən də bu dodaq ətrafında, aşağı ətraflarda, barmaqlarda sianotik, yəni göyərmələr müşahidə edilməsi, yaxud da burun pərlərinin gərgin olması, uşaq dayanmadan nəfəs almağa çalışır, nəfəs səsli olur. Nəfəsin səsli olmağı özü belə bir artıq böyük bir ağır bir klinik əlamətdir artıq ki, burada tənəffüs pozğunluğu vardır. İniltili, zarıma şəklində nəfəsin alınması, nəfəs vermənin sonunda uşaq nəfəs almaqla sanki çalışır ki, ağciyərlərini açıq saxlasın, alveolarını açıq saxlamağa çalışır. Həmçinin ən sadə bir zəiflik, süslük, əmmədən imtina və s. kimi əlamətlərin görünməsi artıq xəbər edici siqnaldır. Valideynlər bəzən buna yeni doğulandır, zəifdir, hələ təzə doğulub və s. kimi qiymətləndirsələr də, əslində bunlar ilkin bir neçə əlamətin belə görünməsi artıq xəbər edici siqnaldır. Həkimə mütləq neonatoloqa müraciət edilməlidir. Amma hər birimizi maraqlandırır. Siz danışdıqca, baxın, niyə olur nəfəs gəlir, sonra dayanır? Nədən olur bu göyərmələr, niyə olur? Mən istəyirəm ki, səbəbləri artıq deməyə başlayasınız ki, biz də bilək ki, nədən olur ümumiyyətlə bu? Səbəbləri müxtəlifdir. Yeni doğulanlarda uşaqların mənlə yanaşı, yəni antenatal, bətin daxili inkişaf dövründən başlayaraq müxtəlif səbəblərə bağlı ola bilər. Misal üçün, vaxtından əvvəl doğulan uşaqlarda daha çox bir surfaktant yetməzliyinə, surfaktant çatışmazlığına bağlayırıq. Surfaktant nədir? Bir zulaldır, alveoların açıq qalmasını sağlayır və ağciyərlərin elastikliğini bərpa edir. Ağciyərlər nəfəs alma, nəfəs vermədə rahatlıqla açılıb bağlana bilirlər. Yaxud da anada, misal üçün, hamiləlik dövründə, hamiləlikdən əvvəl və ya xronik xəstəlik kimi varsa, yaxud da hamiləlik dövründə yaranmış diabet, hipertenziya və yaxud da hormonal pozğunluqlar, həmçinin çoxdöylü hamiləlik, bu kimi bütün bu antenatal proseslər hər biri tənəffüs pozğunluğu yaranmasına səbəb ola bilər. Həmçinin doğuşu vaxtı, doğuşun hestasi həftəsi, doğuşun çəkisi, ananın zərərli vərdişləri, doğuşun asfiktik olub olmaması, doğuş yollarında bəzən uşaqların uzun müddət qalması, doğuşun növü, təbii yoxsa keysəri olması və s. kimi amillərin hər biri tənəffüs pozğunluğuna səbəb ola bilər. Elə mən onu soruşacaqdım ki, hamiləlik dönəmində o zülal çatışmazlığı baş verir. Artıq oradan başlanır bu proses ki, dölə keçir. Belə deyərdik. Bu zulal, surfaktant dediyimiz zulal, hamiləliyin təqribən sonlarına yaxın, daha çox 36-cı, 38-ci həftədə daha da sürətlə inkişaf edir. 26-cı həftədən etibarən sintez olunmağa başlayır. Lakin sonuncu dövrlərdə, yəni 36-cı, 38-ci həftələrdə daha sürətlə inkişaf edir və alveoların açıq qalmasını sağlayır. Ona görə də vaxtından əvvəl doğulmuş uşaqlarda biz bunu çox müşahidə edirik. Yəni, mən belə qənaətə gəldim ki, Nərmin xanım, demək olar ki, hamiləlik dönəmindən başlayır hər şey. Bəli. Adını çəkdiniz bayaqları şəkərli diabet əgər qadın keçirirsə və yaxud digər problemləri, yəni bu demək olar ki, gətirir yeni doğulmuş uşaqda bu cür problemlər. Problemlər ortağa çıxa bilər, bəli, çıxa bilər. Biz bunları çox müşahidə edirik. Belə deyərdik ki, vaxtından əvvəl doğulma dedikdə bu misal 37 həftədən aşağı nəzərdə tuturuq. Bunlar özləri növbəsində biz onları mərhələlərə bölə bilirik. Əslində mən bu mərhələlərə çox girmək istəmirəm, amma ağciyərlərin özü bətindaxil dövrdə özləri də bir neçə mərhələdən keçdiyini nəzərə alsaq. Misal üçün embriogeniz, glandulyar mərhələ, sonra kanakulyar 26 həftəlik, məsələn 28 həftəlik doğulan bir uşaq deyək ki, ağciyərin ancaq alveoların hələ indi formalaşmağa başladığı bir dövrdə doğulmuş olur. Belə bir uşaqlar doğulduqda biz tənəffüs pozğunluğu sindromunu çox müşahidə edirik və bu bir sıra səbəblərlə əlaqədar ola bilər. Vaxtımız olacaq çox geniş danışmağa. Hər birimizə maraqlı bir mövzudur, aktual bir mövzudur. Yeni doğulmuşlarda tənəffüs pozğunluğunu işıqlandırırıq. Nərmin xanım neonatoloqdur.
hər gün belə uşaqlarla bəlkə də üz-üzə qalır və səbəblərini artıq bilir. Sizin də suallarınız varsa böyük bir məmnuniyyətlə eşitməyə, görməyə hazırıq. 055 93 490 93-də yazın, biz də səsləndirək. Bu arada qısa bir reklam arasından bağlanacağıq. Reklamlardan sonra bu mövzu əlbəttə göz axarı ilə davam edəcək. Ona görə aktiv olun, diqqətlə dinləyin mövzumuzu. Yeni doğulmuşun ilk nəfəsi elə bir möcüzədir ki, hər ailənin həyatına baxırsan ki, doğrudan da bir işıq düşür sanki, amma bəzən bu ilk nəfəs tam istədiyimiz kimi olmaya da bilir də. Tənəffüslə bağlı o kiçik pozuntular, tənəffüsdə olan problemlər demək olar ki, həmin valideynləri biraz da çaş-başa salır. Mən sizə deyim ki, doğrudan da biraz səriştəsiz valideynlər də var. Yenidir, hər halda cavanları da olur. Anlaya bilmir ki, doğrudan da nəfəs belə olmalıdır, yoxsa yox. Neonatoloq həkim Nərmin Əzizova bizə bu barədə daha geniş danışır. Birinci hissəsində proqramımızın o ilk hissəsində bir balaca qeyd etdi. Yeni doğulmuşda ilk olaraq bu pozğunluqlar ola bilir. Amma veriliş müddətində, gedişatında biz əlbəttə ki, yeni qoşulanları da nəzərə alaraq sizə bir daha o əlamətləri söyləyəcəyik. Hələ ki, davam edirik. Siz də yazın, göndərin 055 93 490 93-ə. Erkən tibbi müdaxilə dinləyicimizin sualıdır. Uşağın gələcək sağlamlığına necə təsir edir Nərmin xanım? Erkən tibbi müdaxilə öz növbəsində bizdə tənəffüs pozğunluğunun hansı səbəbdən olduğunu və diaqnozun müəyyən edilməsinə, aşkarlanmasına imkan verir. Belə ki, biz bu aşkarladığımız müddətdə xəstəyə ona uyğun olaraq, səbəbə uyğun olaraq müalicəni aparmağa çalışacağıq. Belə ki, deməli, burada tənəffüs pozğunluğunun səbəbi müəyyən edilməlidir. Bu bir infeksiyaya mı bağlıdır, respirator distres mi bir sindromdur, yoxsa bu keçici bir transitor bir taxipnoyadırmı, yoxsa altda yatan bir inkişaf qüsuru mu vardır? Burada biz diafraqmal yırtıqları, genetik surfaktan çatışmazlıqlarını və s. bildirə bilərik. Yaxud da qida borusu, hansı ki, traxeozofageal fistulundan olan anagen inkişaf qüsurundan bağlıdır. Ürək qüsurlarıdırmı, yoxsa mərkəzi mənşəli bir problemimizdir? Bunları aşkarladıqdan sonra ona uyğun olaraq erkən müdaxilə aparılmalıdır. Əsas olaraq ilkin öncə erkən diaqnostikanın aparılması və ona uyğun olaraq müdaxilənin aparılmasıdır. Yəni xəstəyə səhv müdaxilənin aparılması özü də bir belə deyək ki, müalicə prosesini uzada və ciddi fəsadlara səbəb ola bilər. Aha, biz biraz əvvəl danışdıq ki, valideynin, daha doğrusu valideyn olmağa namizəd olan xanımın müəyyən keçirdiyi xəstəliklər bu problemi əslində ortaya çıxara bilir. Yəni tənəffüs pozğunluqları ona görə də ola bilir. Bəli. Amma hamiləlik dövründə əgər mütəmadi olaraq müayinələrə axı gedir. Düzdür? Bəli. Əgər vaxtında aşkarlanmırsa, bu kimin səhvi ola bilər məsələn? Vaxtında aşkarlanmaması əslində hamilələrin düzgün olaraq profilaktik olaraq, rutin olaraq müayinələrə getməsi çox vacibdir. Bəli. Belə ki, bu ultrases müayinələridir. Məsəl üçün burada ultrases müayinələrində ağciyərin yetkinlik səviyyəsi müəyyən ediləcəkdir. Lazım gəldikdə hətta burada amniosintez aparılır. Belə ki, burada tibbi olaraq desək, lesitin sfinqomiyelin nisbətləri vardır. Burada ağciyərin yetkinlik səviyyəsi müəyyən ediləcəkdir ki, bu uşaqda tənəffüs pozğunluğu yarana bilərmi ya yox. Lazım onda genetik təhlillər aparılacaqdır. Hətta valideynin misal üçün əgər vaxtından qabaq doğulma ehtimalı yüksəkdirsə, anaya onda dərman tətbiq olunur, kortikosteroidlər tətbiq olunur. Bunu ginekoloq təyin edir. Vaxtından əvvəl doğulma riski olan körpələrə, analara o dövrdə biz dərmanlar təyin edilərək bu dərmanlar tənəffüs pozğunluğu riskini azaltmağa imkan yaradır, şərait yaradır. Ona görə də vaxtında müayinələr aparılmalı və ona uyğun olaraq müdaxilə olunmalıdır. Hətta hamiləlik dövründə. Hətta son aylarına qədər. Bəli, son müayinələr aylarında aparılmalı. son aylara qədər aparılmalıdır. Vaxtına əvvəl doğulma, yenə təkrarlamaq istəyirəm, vaxtına əvvəl doğulma riski olan körpələrə, yəni doğulma riski olan analara hər zaman steroidlər olunur ki, bu da müəyyən qədər bizə kömək edir ki, tənəffüs pozğunluğu doğulmuş, yeni doğulan bir uşaqda tənəffüs pozma riski bir qədər aşağı düşsün. Müdaxilə Bəli. olunsa nə qədər tez bir o qədər Bəli, yaxşı. anaya. Anladım. Gəlirik doğuş prosesinə. Bəzən deyirlər ki, doğuşun özünün növü, məsələn, təbii olsun və yaxud keysəriyyə Bəli. olsun. Yəni uşaq əgər bu üsulla dünyaya gəlirsə,
müəyyən mənada tənəffüsünə bu təsir göstərə bilər. Bəli, əlbəttə. Hansını qeyd edərdiniz? Təbiidə olur bu, yoxsa keysəriyada? Hər ikisində olma ehtimalları vardır, lakin fərqlidir. Belə deyək ki, təbii yolla doğulan bir uşaqda doğuş zamanı keçdiyi yollar onun müəyyən qədər bir adaptasiyasına imkan verir. Belə deyərdik ki, ağciyərlərinin içərisində olan alveolar maye ilə dolu olur. Bəli. Doğuş yollarından keçdikdə bu sinə təzyiqə uğrayır və bu maye alveollardan kənara çıxaraq belə deyərdik ki, hava ilə alveolunda olmasına bir şərait yaradır. Bu da hava qaz mübadiləsinin aparılmasına yeni doğulanda daha sürətli, daha rahat olmasına imkan yaradır və ətraf mühitə də təbii yolla doğulan uşaq daha deməli asanlıqla öyrəşə bilir. Amma keysəriyyə ilə doğulan uşaqlar əgər vaxtında doğulubsa bir qədər daha bu rahat olsa da yenə də keysəriyyə ilə doğulan bir uşağın tranzitor taxipnoid dediyimiz hava ilə maye bu alveolada mayenin sorulması bir qədər ləng gedir. Ləng getdiyinə görə keçici tipli olan tranzitor taxipnoya, yəni keçici tipli tənəffüsün nəfəs almanın sürətlənməsi baş verir. Bu da öz növbəsində deməli 24-72 saata qədər davam edə bilən bir müddətdir. Bu özü də növbəsində xəstələrə bir qədər keysəriyyə olmuş uşaqlarda biz tənəffüs pozunu daha çox rast gəldiyimizə işarət edir. Aha. Siz danışdıqca bəzən doğrudan da gözüm qabağına gəlir ki, bizim də yaxın insanlarda ilk vaxtlar çox böyük bir təlaş yaranırdı. Bəli. Hətta gedib baxmışdılar şüşədən uşağın o siz bayaq söylədiniz sinəsinin belə batması içəri və yaxud çətin olması. Amma o bir müddətlik oldu Nərmin xanım. Yəni o an amma xanım ana təlaş keçirdi. İlk vaxtlar olur belə hallar, hə? İlk vaxtlar müşahidə edə bilirik, lakin yenə deyirəm ki, bunun səbəbi müəyyən etmək lazımdır ki, bu uşaqdakı səbəb nəyə bağlıdır? Yəni bu döş qəfəsində sizin dediyiniz uşaqda da əzəllərin iştirak etməsi, tənginəfəslik hallarının müşahidə olunması. Əgər tranzitor taxibinə bunu həkim neonatoloqlar tərəfindən müəyyən edilir, həkim neonatoloqlar əgər xəstədə müəyyən diaqnostik meyarlar var, onlara baxdıqdan sonra əgər normaldırsa 24-72 saat ərzində yavaş sürətlə özü keçib gedəcəkdir. Lakin bu uşağa digər klinik əlamətlər ortağa çıxmayacaqdır. Əgər digər klinik əlamətlər qoşulursa, deməli vəziyyət bir qədər daha da ciddi fəsadlara səbəb olur, daha ağırlaşmalar olur. Bu zaman müdaxiləyə ehtiyac olur. Yox, elə doğum evində olarkən artıq bu məsələ həll olundu. Bəli. Yəni ilk vaxtlarda doğrudan təlaş keçirdi və indi siz danışdıqca da mənim yadıma o düşdü ki, demək yeni doğulmuşlarda olur belə hallar. Belə ola bilir. Aha. Yaxşı, bəzən hamiləlik də normal keçir. Uşağın özünün də tənəffüsü ilk vaxtlarda yaxşı olur. Amma baxırsan ki, o doğuş otağımı deyim, sonra temperaturu deyim otağın və yaxud da qoşulacaq bəzi infeksiyalar deyim. Olur da belə nəzarətsiz olur. Çox az hallarda olur, amma nadir hallarda olur, amma yenə də olur. Bütün bu ətraf mühit amilləri deyək də təsir edirmi uşağın tənəffüsünə, pozğunluqlara? Əlbəttə təsir edir. Ümumiyyətlə doğuşun gedişi özü təsir edə bilər. Məsəl üçün təbii yolla doğulursa, doğuş yollarında uşağın sıxılması, asfiktik vəziyyətlər keçirib-keçirməməsi və s. bunlar özləri təsir edə bilirlər təbii yolla doğuşdursa. Ümumiyyətlə uşaq doğulduqda ana bətnində 36.5-37 dərəcəyə öyrəşmiş bir döl birdən-birə çıxır o doğuş salına. Doğuş salında temperatur olur 24-26 dərəcə. Ona görə uşağı biz ilk öncə qızdırıcının altına qoymalıyıq. Bu əvvəlcədən doğuş olmamışdan əvvəlcədən artıq uşaq üçün bütün hazırlıqlar görülmüş olur. Qızdırıcı qoymaqla biz uşağı hipotermiyadan qoruyuruq, yəni soyuqdan qoruyuruq. Çünki hipotermiyanın olması özü də növbəsində tənginəfəsliyin artmasına səbəb olacaqdır. Daha çox enerji tələbatı artacaqdır, oksigen tələbatı artacaqdır və daha da tənəffüs pozunun daha da dərinləşməsinə səbəb ola bilər. Ona görə də qızdırıcının altına qoyuruq ki, uşaqlar bir qədər daha bir stabilləşməyə meylənsinlər. Həmçinin rütubətin çox böyük önəmi vardır. Havanın çox quru və ya da çox soyuq olması öz növbəsində bronxların sekresiyasını artıra bilir. Bu da hava yollarının demək tutulmasına, körpənin yeni doğmuş bir körpənin nəfəs almasına təsir göstərə bilər. Hava axını öz növbəsində doğuş otağının hava axını birbaşa uşağın təbii ki, amma ümumi bir sirkulizasiya olmalıdır. Bunları ümumi olaraq götürdük. Doğuş otağını, başı ətraf mühit, hər bir şey
uşağın yeni doğulan tənəffüs pozunluğuna təsir göstərən amillər arasındadır. Bu dəqiqə baxırsan görsən ki, YouTube-da bir başqa cür insana başa salırlar, məsləhət verirlər. Yəni müxtəlif həkimlər var. Lap biraz keçir sosial mediada qarşıma çıxır. Bu hətta buna el arasında xalq təbabəti deməzdim. Yəni bu ara həkimlərdə, yəni xalq təbabətində doğrudan elmə söykənən məqamlar da var. Yəni amma bəzən bu ara həkimlər, mən deyərdim, bu sosial şəbəkələrdə ortaya çıxan o həkimlər, dırnaqarası həkimlərin məsləhətləri bəzən doğrudan baxırsan ki, valideynləri çaşbaş sala bilir, çaşdıra bilir. Sizdən soruşmaq istəyirəm, təhlükəlidir bu? Bəli, təhlükəlidir. Yəni əgər vaxtında müdaxilə çox vacibdir. Görmüsünüz ümumiyyətlə belə videoları? Görmüşük, videolarda görmüşük. Bəzən praktikada başqa valideynlərin özlərinin də laqeydliyini də görürsən ki, misal üçün deyirlər, zəif əmir, süsdür, uşaqdır, yeni doğulub, zəifdir və s. deyib uşağı evdə vaxt uzatmaq və uşaq bir qədər belə demək, bir əlamət, iki əlamət, xəbər edici siqnal kimi versə belə həkimə vaxtında müraciət etməmək, uşağın burnuna yağ damızdırmaq və yaxud da ki, buxar vermək və s. uşağı qalın geyindirib, hədsiz qalın geyindirib, amma onun tənəffüsünü ona bağlamaq və s. kimi əlamətlər görürük. Lakin belə xalq təbəbəti olan uşaqlar, bu uşaqlar yeni doğulanlar böyüklərdən fərqlidirlər. Böyük uşaqları müəyyən qədər daha kompensasiya edə bilirlər, özlərini qoruya bilirlər. Amma yeni doğulan uşaqda müəyyən bir misal üçün ən sadə bir qızdırmanın bir qədər belə yüksəlməsi və yaxud da tənəffüs pozunun kiçik bir artıq belə deyək, simptomlarının görünməsi mütləq olaraq həkimə müraciət etməlidir. Çünki geriyə dönməsi mümkün olmayan fəsadlara səbəb ola bilər. Uşağa nə qədər müdaxilə də olsa, onun həyatını xilas etmək mümkün də olmaya bilər. Ona görə də hər hansı bir əlamət gördüyümüz zaman, narahat olduğumuz zaman təcili tibbi yardım çağırılmalı, yaxud da ki, ən yaxın səhiyyə ocağına müraciət edilməlidir. Mütləq şəkildə. Əlamətlərdən danışmışkən, Nərmin xanım, siz bayaq söylədiniz ki, göyərmələr olur dodaq ətrafında və ya burun ətrafında. Hər göyərmə patoloji xəstəlikdən xəbər verə bilər. Məsələn, dəqiqləşdirmək istəyərdim. Məsələn, dodaqdır, burundur və yaxud ağız ətrafıdır, barmaqlarda hətta söylədiniz. Bu göyərmələr özü fizioloji xarakter daşıyır yoxsa patoloji? Belə deyərdik, əgər körpə doğum zalında, dodaq kənarında, kiçik barmaqlarda bir qədər göyərmələrin olma görülməsi bir qədər gözləyə bilərik. Nə mənada? Oksigen tələbatını ödəmək şərti ilə körpədə əgər görürsək ki, dinamikada get-gedə bunlar keçir, yavaşca azalır, köməkçi qrup əzələ iştirak eləmir, tənəffüsü normaldır uşağın, tənəffüsündə heç bir problem yoxdur, ritmikdir, səssizdir, adekvatdır, yəni qeyri-effektiv tənəffüs ala bilir körpə, zarıma əlamətləri və s. kimi yoxdursa və yavaş-yavaş soğumağa dinamikada meyillidirsə, artıq bu deməli ki, fizioloji olaraq bir müddət doğuşdan etibarən olmuş bir şeydir. Amma yox, əgər uşaqda bu saatlar keçməyinə baxmayaraq get-gedə artır, köməkçi qrup əzələ iştirak edir, nəfəs alma zamanı səsli nəfəs verməyə gətirib çıxardıb, yəni inildəyir, uşaq zarıldayır və göyərmələr get-gedə artırsa, dodaqda, dildə və bütün bədəni əhatə edən göyərmələr, sianotik tutmalar dediyimiz göyərmələr olursa, bu artıq mütləq olaraq həkim tərəfindən müdaxilə olunması tələb olunur. Bu uşaqlar lazım gəldikdə demək, süni ventilyasiya dəstəyinə, oksigen dəstəyinə ehtiyacları ola bilər və altda yatan səbəb müəyyən edilməlidir. Bu tənəffüs pozğunluğudurmu, yoxsa ürək qüsurudurmu, yaxud da ki, hansı bir inkişaf qüsurudurmu? Bunu araşdırmaq lazımdır. Çox düzgün vurğuladınız. Ürək qüsurunda da göyərmələr olur. Bəli. Onun yəni, üçün geniş kardioloqun müayinəsi və s. bəli lazım gəlir. Digər sualım da olacaq sizə. Yeni doğulmuşlarda tənəffüs pozğunluğunun müxtəlif klinik formaları da var. Məsələn, bu respirator distres sindromu deyirlər. Digər məsələn sindromlar var. Burada istəyərdim onları ümumiyyətlə bizim üçün söyləyəsiz. Ümumiyyətlə bu fərqlər, düzgün müəyyənləşdirilməsi diaqnozun, müalicənin nə baxımdan vacibdir, onu da deyəsiz.
Yeni doğmuş uşaqda tənəffüs pozunu müxtəlif xəstəliklər şəklində bizə büruzə verə bilər. Biraz öncə də qeyd etdiyim kimi səbəblərə uyğun olaraq müalicə istiqamətimizdə ona uyğun olmalıdır. Misal üçün respirator distres sindromu daha çox vaxtından qabaqda olan uşaqlarda görürük. Surfaktant yetməzliyinə, çatışmazlığına bağlıdır. Ehtiyac olduqda bu körpələrə surfaktant verilir. Bu uşaqlar süni mexanik, yəni tənəffüs dəstəyinə qoşulmalıdır. Oksigen ehtiyacları, tələbatları ödənilməlidir. Həmçinin digər tənəffüs pozuntuları mekanial aspirasiyalar çox görürük. Bu mekanial aspirasiyalar vaxtında doğulan, vaxtından gec doğulan uşaqlarda daha çox olur. Nə ilə bağlıdır? Ana bətnində körpə stres keçirir, mekonium nəcəsi ifrazı olur və bu uşaqlar ağzı buna aspirasiya edirlər. Aspirasiya ilə bağlı olaraq bu uşaqlar doğulduqda təngi nəfəs olurlar. Artıq onlarda sianotik, yəni göyərmələr müşahidə edirik. Bədən səthində sarı, yaşıntı, çirkli, belə örtüklə örtülmüş olurlar. Bu uşaqlar təmizlənməlidir və burun və ağız təmizlənməli və həmçinin lazım gəldikdə oksigen ehtiyacının tələbləri var, lazımdırmı? Yəni bəzən ola bilər ki, ehtiyacları ola bilər çox ağır formalarda və ona uyğun antibiotik müalicəsi və s. başlanılmalıdır. Yaxud da neonatal pnevmoniyalar, andan-gəmə pnevmoniyalar, ananın bətin daxili dövrdə keçirdiyi infeksiyalar və yaxud da ki, doğuş zamanı olan infeksiyalara bağlı olaraq pnevmoniyalar müşahidə edə bilirik, andan-gəmə pnevmoniyalar. Bu zaman rengenoloji olaraq da pnevmonik kölgəliklər görülür və ona uyğun olaraq uşağın oksigen tələbatı dəstəyi ehtiyacı varsa, antibiotik ehtiyacı varsa və s. hamısı ödənilməlidir. Ən sadə gördüyümüz isə transitor taxminoladır. Burada bir qədər gözlənilməli və demək uyğun olaraq aparılan istiqamətdə diaqnostikanın aparılması vacibdir. Həmçinin inkişaf qüsurları, bunları da müəyyən etmək çox vacibdir bizim üçün. Digər suallarımız da var sizə. Bu sualımıza da cavab verək, sonra qısa bir aramız olacaq. Diafraqmal yırtıq və yaxud da ki, genetik deyək də surfaktant çatışmazlığı, hansı ki, bayaqdan bu barədə deyirsiniz, zülal çatışmazlığı kimi dəyərləndirilir. Bunlar ağır problemlərdir, düzdürmü? Bəli. Və kifayət qədər də körpənin demək olar ki, nəfəsinə təsir göstərir. Yəni nəfəs alma birbaşa olaraq çətinləşir. Doğrudurmu? Bəli. Bu zaman necə müdaxilə etməli olursunuz? Bilirsiniz necədir? Bu uşaqlar hər biri bizə doğulduqda bizə sadəcə tənəffüs pozğunluğu ilə gəlirlər. Tənəffüs pozğunluğunu müşahidə edirik. Lakin çox cüzi fərqlər olsa belə, yəni cüzi görünüşdə klinik olan əlamətlərdə nə görə bilirik? Diafraqmal yırtıq nədir əslində özü? Diafraqma qarın boşluğunun döş boşluğuna ayıran bir əzələdir. Bu əzələnin inkişaf etməməsi nəticəsində qarın boşluğundakı orqanların döş boşluğuna keçməsi olur. Döş boşluğunu keçir, mədə keçə bilir, bağırsaqlar, xüsusən əsas bağırsaqlar keçir, mədə də keçə bilir, ağır hallarda qaraciyər və yaxud da böyrəklərdən bir hissəsi keçə bilir. Bu da niyə səbəb olur? Ağciyərə hipoplaziya uğrayır, yəni ağciyər inkişafdan qalır, ağciyər səthi az olur və uşaqlar təngi nəfəsliklə müşahidə olunur. Bu uşaqlarda döş boşluqlarında döş qəfəsinin kənardan baxda asimetriya görə bilirik və bir qədər qarın boşluğunun qayıqları, yəni qarın boşluğundakı orqanlar yuxarıya qalxdığına görə görülür. Bu da tənəffüs pozğunluğu ilə bizə müşahidə gəlirlər. Yəni klinik əlamət o tənəffüs pozğunluğunu göstərir. Rengenoloji olaraq müayinədə görürsüz ki, artıq müəyyən edilir ki, bu təcili cərrahi bir müdaxilə tələb edən bir vəziyyətdir və ona uyğun olaraq da müalicə aparılmalıdır. Bu inkişaf qüsurları daha çox antenatal dövrdə müəyyən edilə bilən qüsurlara aiddir. Yəni ananın ultrasəs müayinələrdə vaxtında keçməsi, misal üçün 20-ci, 24-cü həftələrində ultrasəs müayinələrində ağciyərin hipoplaziya uğrayıb uğramaması, diafraqma əzələsinin tam inkişaf edib etməməsi müəyyən edilə bilər və ona uyğun olaraq müalicə istiqamətlənə bilər. Genetik surfaktant çatışmazlığı mənim biraz öncə qeyd etdiyim surfaktant çatışmazlığı bir qədər fərqlidir. Burada genetik bir səbəb altda yatır. Misal üçün adi surfaktant çatışmazlığı olan bir uşaq vaxtından qabaqda olan uşaqda bu uşaqlar sadəcə stimulə etməlisin, çünki bunlarda surfaktant ifrazının dövrünə gəlib çata bilməyiblər. Yəni surfaktantın ifrazının dövründən daha tez doğulublar. Yəni bətin daxili keçirməli olan dövrü və artıq doğularaq keçirlər. Ona görə inkişaf etməmiş, yetkinsizlik vardır. Amma
genetik surfaktan çatışmazlığında isə bu uşaqlarda zülallar, belə dedik, surfaktantın əsas təməli olan fosfolipidlər yox da zülallarda mutasiyalar olur, genetik mutasiya. Bu zaman surfaktant olur. Sadəcə bu surfaktant alveoları tam əhatə edə bilmir, alveoların açıqlığını saxlaya bilmir və nəticə etibarilə ağciyərlər kollapsa düşür, alveolar kollapsa düşür, ağciyər aterioktaz inkişaf edir. Buna bağlı olaraq genetik dəyişikliklər olur. Ona görə də əgər valideynlərdə risk vardırsa, bu müayinələrlə yanaşı, yəni bizim biraz öncə qeyd etdiyimiz ultrasəs müayinələri vaxtı-vaxtına rutin olaraq aparılması, genetik təhlillərin də aparılmasına ehtiyac ola bilər. Belə. Hələ ki biraz fasilə verək, siz də istirahət edin. Biz də xatırladaq ki, bu axşam biz yeni doğulmuşlara həsr etmişik verilişimizi və onlarda tənəffüs pozğunluğunun əlamətlərini sadaladı Nərmin xanım. Necə özünü göstərir, söylədi. Nə vaxt narahat olmaq ümumiyyətlə lazım gəlir valideynlərə. Bu haqda bizə məlumat verir. Hələ davam edəcək. Çünki bəzi diqqət ediləcək məqamlar da var. Onu da araşdıracağıq. Neonatoloqumuz Nərmin Əzimova hal-hazırda studiyamızdadır. Siz də suallarınız Əzizova studiyamızdadır. Suallarınızı gözləyirəm. 055 93 490 93-də. İkinci saata xoş gəlmisiniz. Bir daha hər kəsi salamlayırıq və əlbəttə ki, yeni doğulmuşlarla bağlı maraqlı bir mövzunu dinləməyə dəvət edirik. İndi yəqin ki, günün sonudur. Hər kəs evinə yola düşür. Yolda da bizə qulaq asanlar varsa, valideynlər varsa, yeni doğulmuşlarda tənəffüs pozğunluğunu biz sizin üçün işıqlandırırıq. Bəlkə ola bilər indi hətta aranızda ana olmağa, ata olmağa hazırlaşanlar da var. Nə qədər bu əlamətləri mən düşünürəm ki, tez-tez söyləsək, bir o qədər də sizə maraqlı olar və həm də məlumatlı olarsınız. Neonatoloqumuz Nərmin Əzizova bugün bizimlə bərabərdir. İkinci saatda da çox-çox məlumatlar ondan əldə etmiş olacağıq. 055 93 490 93-də gözləyirik suallarınızı. Nərmin xan deyirlər ki, hətta bir çox tanınmış neonatoloqlarda vurğulayılır ki, valideynlərin ən böyük dəstəyi körpəni müşahidə etməkdir, dəyişiklikləri tez görməkdir və həkimə gecikmədən müraciət etməkdir. Ona görə demək olar ki, körpələrin böyük hissəsində bu problemlər vaxtında müdaxilə ilə tam həllini tapmış olur. Sizcə, ən çox səhvi valideynlər harda edirlər? Məsələn, evdə indi siz əlamətləri deyirsiniz, maariflənirlər, hardasa tanış olurlar. Nədə səhv eləyirlər valideynlər? Ki, uşaqda problem elə bir ki, dərinləşir. Düzgün qiymətləndirməmək, yəni uşağın əvvəlki halı ilə indiki halı arasındakı fərqi müəyyən etməmək, diferensial diaqnostikanı aparamamaq. Yəni bu təbii ki, biz bir valideyndən tibbi olaraq, tibb yönümlü bir baxış gözləyə bilmərik. Əlbəttə ki, lakin bəzən valideynin bir açar sözü belə əvvəl belə nəfəs almırdı. Əvvəl eləmirdi. Hal-hazırda çox süstlü, bütün günü yatır, reaksiya verirəm, qıcıqlandırmaq istəyirəm, qıcıqlanmır. Yaxud da qızdırması olub, sarılığı artıb, infeksiyası var. Evdə gəldi, məsəl üçün qonaq gəldi, infeksiya keçirdi. Ondan sonra başladı xırıltılı nəfəs almağa, burun tənəffüsünü təmin edə bilmirik və s. kimi bu əlamətlər olduqda belə bizim üçün açar sözlərdir və bu açar sözlərlə valideynlərə daha düzgün yönümlü müalicə təyin edilə bilər. Müalicəmiz isə başladıqda bizim ilkin öncə yalnız klinik əlamətləri təbii ki, biz müəyyən etdikdən sonra onlara diaqnostik yolların aparılması vacibdir. Diaqnostik üsullar dedikdə biz nəyi nəzərdə tuturuq? Xəstə üçün ilkin öncə turşu qələvi müalicəsi müəyyən edilməsidir. Belə deyək, əvvəlcə məsəl üçün bir xəstə gəldi, biz onu turşu qələvi müalicəsinə baxırıq və rengenoloji müayinə edirik. Rengenoloji müayinə bizə nə verir? Ağciyərlərdə struktur dəyişikliyin olub-olmadığını göstərir. Ağciyərdə nə baş verir? Biz bunu bir mənzərə kimi qarşımıza canlanır. Amma qan qazları turşu qələvi müalicəsində isə orqanizmin bu dəyişikliyə necə cavab verdiyinə baxırıq və biz o cavab verməsinə görə, yəni oksigenin azalması, hipoksiya, hiperkapniya və s.ə görə biz xəstəyi dəyərləndirib, orqanizmin necə cavab verdiyini dəyərləndirib, ona uyğun olaraq istiqamətlənmiş müalicəyə başlaya bilirik. Həmçinin bunlarla yanaşı xəstədən qan qazları ilə rengenoloji müayinə ilə yanaşı qan kultivasiya hemokulturanın götürülməsi, infeksiya markerlərin yoxlanılması, belə ki, burada infeksiyon prosesləri nə vəziyyətdədir, həmçinin kardiolojik olaraq ekokardioqrafiyanın aparılması, bunlarla yanaşı neyrosonografiyanın lazım gəldikdə elektroensefalografiyanın aparılması,
bizim mərkəzi mənşəli bir problemimizin, tənəffüs mərkəzimizdə bir problemin olub-olmadığını bizə xəbərdar etməyə imkan verir. Lazım gəldikdə həmçinin genetik və metabolik xəstəliklər açısından da yoxlamalar aparılmalıdır. Yəni ən yaxşı deyirsiniz diaqnostik üsul sizə belə deyək də bol-bol informasiya verən üsul rentgendir. Tam Bir də qan deməzdiyim. analizləri. Bilirsiniz, ilkin baxışı üçün təbii ki, müəyyən qədər rentgenoloji müayinəni Bəli. görmək üçün bizə lazım ola bilər. Lakin hər zaman informativ, tam bizə informasiya verməyə bilər. Misal üçün, belə deyim, çox nadir hallarda rast gəlinən bəzi xəstəliklər var ki, biz onları müşahidə edə bilirik. Xəstə gəlir tənəffüs pozğunluğuyla və biz xəstəliyin qeyd edirik ki, bir ağciyəri bu uşağın ya hipoplastikdir, ya aplastikdir. Ümumi olaraq başqa bir şey yoxdur, inkişaf qüsuru yoxdur. Lakin uşağın deməli bir ağciyərini görmürük. Bu zaman təbii ki, daha detallı müayinələrə ehtiyacımız olur. KT eləməli olur, kompüter tomoqrafiya, maqniti rezonans tomoqrafiya və s. ki, MRT kimi dediyimiz və s. müayinə üsulları, lazım gəldikdə invaziv müdaxilələr, bronxoskopiya və s. ehtiyacımız olduqda etməyə olur. Lakin ilkin olaraq bir təsəvvürün, görüntünün yaranması üçün təbii ki, rentgenoloji müayinə bizim üçün tənəffüs pozğunluğu Və eyni vacibdir. zamanda da qan nümunələri. Təbii ki, kardioloji müayinələr və s. hamısı əslində onlar hər biri bir-birinə vəhdət təşkil edir. Birinin olmaması zəncirin qırılması deməkdir. Ona görə də biz daxil olan bütün xəstələrimizdə çalışırıq ki, bunları sırayla, nizamlı olaraq hər birini aparılsın. Dinləyicilərimizdən sizə suallar gəlir. Bu saatda da qəbul edirik. Əlbəttə ki, mesajlarınızı göndərin 055 93 490 93-də. Deməli 34 12 deyir ki, bu mövzuda ən çox rast gəlinən yanlış fikirlər hansılardır? Yanlış fikirlər odur ki, çox var yanlış fikirlər əslində. Xalq təbabətinin üst tutulması. İlk gün öncə ən çox bunu vurğulamaq istəyirik ki, xalq təbabətinə üst tutulması bizim üçün çox yanlış fikirdir. Bu uşaqlar evdə qalmamalıdırlar. Heç bir üsulda xalq təbabətinə yönlənmədən birbaşa olaraq həkimin nəzarətində olmaları məsləhət görülür valideynlərə. Çünki valideynlər belə deyədik ki, biraz böyük nəslə qulaq asıb bəzən gecikmələr ola bilir. Deyirsiniz, vaxt itkisidir bu. Vaxt itkisidir, bəli. Həcəm olsa ən azından bir həkim baxışı olsun. Ondan sonra yəni müəyyən qədər istiqamətlənə bilərik nəyəsə. Amma ilkin öncə bir həkim baxışı olmalıdır. İkincisi olaraq vaxtından qabaqda olan uşaqlarda olur. Yox, bu kilolu uşaqdır, yaxşı uşaqdır, böyük uşaqdır deyib də uşağı belə gecikdirməmək. Yəni yalnız tənəffüs pozğunluğu yarımçıq, yəni vaxtından əvvəl doğmuş uşaqlarda müşahidə edilmir. Bu da vacib bir məqamlardan biridir. Qızdırmanın olması cavab verir, immun reaksiyadır, narahat olma və s. kimi bəzən fikirlər olur, bu yanlışdır. Yeni doğulan dövrdə uşaq qızdırması varsa, birinci dəfədən etibarən artıq həkim nəzarətdə keçməlidir. Çünki bu uşaqlarda çox sürətli və kəskin gedişli infeksiyalar, ağırlaşmalara, sepsisə və s. məruz ola bilər. Buna görə də mütləq olaraq xəstəxanaya müraciət edilməlidir. Yəni temperaturun, hərarətin yüksəlməsi birbaşa olaraq tənəffüs pozğunluğunu artıra bilər, deyirsiniz. Həm tənəffüs pozğunluğunu artıra bilər, həm də multisistemik, yəni bütün orqanları, poliqonlara zədələmələr verə bilər. Yəni sepsisə sala bilər uşağı. Ona görə neonatal dövrdə, yeni doğulan dövrdə bir uşaq qızdırması varsa, o uşaq evdə müalicə almaz. Yəni evdə şamlarla və yaxud da ki, siroplarla uşağı saxlamaq olmaz. Bu böyük uşaqlardan fərqlənir. Böyük uşaqlarda valideynləri deyirik ki, 3 gün misal üçün müəyyən qədər nəzarət eləyin, virus mənşəli ola bilər və s. Bu uşaqlarda elə deyil. Bu uşaqlarda aqressiv və kəskin gedişli ola bilər. Ona görə mütləq olaraq bir həkim müayinəsi aparılmalıdır. Anladım sizi. Bayaq biz danışdıq müayinələrdən, analizlərdən danışdıq, rentgenoloji müayinələrdən, hətta dediniz ki, KT belə lazım gələ bilir. Deyək ki, vaxtında əgər buna yəni biz müraciət edirik, diaqnostik üsullarda, müayinələrdən keçiririk uşağı, amma ümumiyyətlə şanssız tam sağala bilərmi? Məsələn, uşağın. Uşağın tam sağalma səbəbləri nəticəsi, yəni bu tənəffüs pozğunluğunun səbəbindən asılı olaraq dəyişir. İlkin öncə biraz öncə də qeyd etdiyimiz tranzitor taxipnoları dedik.
deyirik ki, yəni 72 saatdan sonra yavaş-yavaş öz-özündən keçir və sonrakı dövrdə heç bir fəsad verməyə bilir və heç bir problem qalmır. Andan gəlmə pnevmoniyalar çox qismi müalicəyə tabe olur, sağala bilir və sonrakı dövrlərə bir problem yaratmır. Lakin bəzən o xəstələr vardır ki, bunlar bronxopulmonar displaziyalara girə bilirlər. Yəni uzun müddətli tənəffüs dəstəyindən asılı vəziyyətdə ola bilirlər. Bu uşaqlara uzun müddət oksigen dəstəyinə ehtiyacı olur. Sonrakı dövrdə də ağciyərlərdə struktur dəyişiklikləri baş verə bilir. Bu uşaqların fəsadları daha çox, ağırlaşmaları daha çox ola bilir və onların sağalma ehtimalına bir qədər təsir göstərə bilir. Yaxud da ki, bu respirator distres sindromundan və uzun müddətli süni ventilyasiya dəstəyi olan uşaqların immun sistemləri zəif olur. Onların respirator sinsital virus dediyimiz xəstəliklər, infeksiyalar yoluxma ehtimalları daha yüksəkdir. Və yaxud da cərrahi müdaxilələr olunan xəstələr vardır. Misal üçün diafraqmal yırtıqlar olsun. Bu uşaqların ağciyərləri və ana bətnində hipoplastik qalmış olurlar. Yəni ağciyər inkişaf edə bilməyib, yeri olmayıb ağciyər inkişaf etməyə. Və bu onlara səbəb olur ki, dəlalət edir ki, bu uşaqlarda tənəffüs pozğunluğu tez bir zamanda bərpa olunmur və bunları bir qədər uzun müddət müalicəyə ehtiyacları ola bilir. Yəni tam olaraq sağalma bu uşaqların ümumi vəziyyətindən və onun səbəbindən asılıdır. Çünki uzun müddət müalicəyə məruz qalan, müdaxiləyə məruz qalan uşaqların septiki vəziyyətə keçmə ehtimalları da yüksək olur. Bunları ümumi olaraq nəzərə aldıqda səbəbə yönəlik olaraq xəstələrin və hər bir fərdin, hər bir yeni doğulanın da müalicə istiqamətinə görə və müalicə cavab istiqamətdə fərqli olduğuna görə tam olaraq, dəqiq olaraq deyə bilmərik ki, hamıda eyni nəticəni alırıq. Lakin müasir neonatologiyanın inkişafı, müasir avadanlıqların istifadəsi və s. bizim proqnostik baxımdan daha yüksək nəticələr əldə etməyimizə, sağalma şansımızın yüksək olmasına imkan verir. Bəs Nərmin xanım, diaqnoz qoyularkən valideynlərin özü nəyə diqqət etməlidir? Diaqnoz qoyularkən təbii ki, klinik əlamətləri valideynlərin özlərinin məlumatları olur. Yəni artıq müraciət edəndən sonra bilirlər ki, uşaq təngi nəfəs idi, yaxud da nəfəsi almırdı, bradipnoyası var idi, yaxud da qısa müddətli apnoyalar verirdi, yaxud da göyərmələri olurdu, sianutik tutmalardı, ürək qüsuruydu və yaxud da süslü idi, tənəffüs mərkəzi ilə bağlı idi və s. və s. Lakin burada əsas olaraq doğuş yollarından necə keçib, doğuşun gedişatı necə olub, gestasiya həftəsinin önəmi, yəni valideyn də məlumatlanmalıdır ki, hamiləliyin, misal üçün 30-cu, 28-ci həftəsində doğulan bir körpənin daha çox deməli tənəffüs pozğunluğu müşahidə olunur. Çünki ağciyərlər yetkinləşməmişdir artıq. Hələ tam formalaşmamış bir ağciyər ilə doğmuş bir körpədir. Yaxud da doğuş çəkisi çox önəmlidir. Bəzən olur ki, ana diabet, şəkərli diabetli xəstə olur. Ana şəkərli diabetli xəstə olduğu zaman insulin səviyyəsi uşaqda yüksəlir və bu da deməli nəticə etibarilə surfaktantın ifrazını ləngidir. Uşaq çox böyük doğula bilər. Bəzən 38 həftəlik bir uşaq 4 kilo 200, 4 kilo 400 və s. kimi doğula bilər. Böyük uşaq olur, makrosomik uşaq olur. Amma ağciyərlər yetkinləşməmiş olur. Çünki surfaktan ifrazı, surfaktanın sintezi ləng getmiş olur. Ona görə burada bir yox, bir neçə amilə valideynlər diqqət etməlidirlər və hər birinin də öz təsir mexanizmi fərqlidir. Bir neçə dəqiqədən sonra reklamlarımız olacaq, amma bir sual gəlib, istəyərdim onu da sizin üçün səsləndirim. Antibiotiklər, demək olar ki, bizim proqramlarımızda hər 5 sualdan birində antibiotiklər mövzusu işlənir. Antibiotiklər və bir də başqa dərmanlar deyək, hər zaman bu vəziyyətlərdə istifadə olunurmu? Antibiotiklər əslində yeni doğulan dövrdə müdaxiləyə məruz qalması olan, yəni müalicə etməli olduğumuz uşaqların empirik olaraq antibiotik başlanılır, antibiotik istifadəsi olunur. Burada əsas məqsəd antibiotik, hansı antibiotik veririkmi, yeni doğulandır, bəlkə zəif verək, bəlkə az doz verək filan bizim məqsədimiz deyil. Uşağın doğuş çəkisinə, onun gestasiya həftəsinə, yəni doğum vaxtına, həftəsinə uyğun, hamiləlik həftəsinə uyğun
uyğun olaraq düzgün antibiotikin seçilməsi. İlkin öncə biz təbii ki, empirik antibiotiklərdən başlayırıq, lakin qan əkmə nəticələrinə və infeksiyon analiz nəticələrinə əsasən təbii ki, sonrakı dövrdə müalicə istiqamətinə görə dəyərləndirilir yenidən, lakin düzgün doz, dəqiq olmalıdır. Bu da bir neçə həkim göstərişinə və əsasən protokollara əsasən olmalıdır və bu bütün uşağın onun yəni klinik əlamətləri, septikmi yoxsa meningit əlamətlərimi və s. fonlar hamısı nəzərə alaraq ona uyğun olaraq doz seçilməlidir ki, həm də sonrakı dövrdə antibiotika qarşı rezistentlik də yaranmasın. Əlbəttə. Mən əgər sual versəm ki, nə zaman artıq reanimasiyaya uşağı yerləşdirməyə məcburiyyətinə qalırlar həkimlər, valideynlər, bu biraz uzun çəkəcək. Ona görə mən təklif edirəm, reklamlarımıza bağlanaq, qısa bir ara hal-hazırda olacaq. Bir balaca dinləyicilərimiz də istirahət etsinlər, amma diqqətlərini bizdən kənarda saxlamasınlar. Çünki məhz qayıdandan sonra biz toxunacağıq. Neonatal reanimasiyaya nə zaman uşaq yerləşdirilir, yeni doğulmuş yerləşdirilir, nə zaman ona süni tənəffüs, yəni oksigen deyək də verilir və nə qədər ümumiyyətlə bunun riski var, yoxdur. Hər halda bu da hər birimizi maraqlandırır. Bir də mənə ən çox narahat edən o uşaqların nə deyirlər onu, inkubator deyək, necə? Küvez. Aha, bəli. Küvezdə qalmasıdır. Bəli. Həqiqətən ən çox o mənzərəni görmək istəmirəm. Çox çətin olur. Görün analar bundan nə çəkirlər. Ona görə də istəyirəm ki, Nərmin xanım bu mövzunu bizə daha geniş, detallı şəkildə izah eləyəsiniz. Çünki hər birimizi maraqlandıracaq. Hansı hallarda məsələn uşaqlar uzun müddət bax bu vəziyyətlərdə inkubatorda məsələn qala bilirlər, güveyzdə qala bilirlər və tam sağalma şansları onların olurmu? Tənəffüsləri yenidən bərpa olunurmu? Bu suallar çoxdur və biz də reklamlardan sonra buna aydınlıq gətirəcəyik. Sağlam həyatdasınız dostlar. Davam edirik və bugün mövzumuz yeni doğulmuşlardan bağlıdır. Yeni doğulmuşlarda tənəffüs pozğunluqları və biz təbii ki, öyrəndik ki, körpələrdə bu hansı əlamətlərlə özünü göstərir və ən əsas da valideynlər nəyə diqqət etməlidirlər. Əsas mövzunun demək olar ki, çox hissəsini geridə qoymuşuq. Hal-hazırda neonatoloqumuz Nərmin xanım Əzizova da bizimlə bərabər və o bizə indi danışacaq ki, necə olur ki, artıq körpələr, yeni doğulmuşlar reanimasiyaya yerləşdirilməli olurlar və bildiyiniz kimi biraz güvəzdə saxlanılırlar, sonra süni aparata qoşulurlar, oksigen yəni onlara verilir. Hansı hallarda bu artıq qaçılmazdır? Buyurun. Körpələrdə əgər tənəffüsləri qeyri-adekvatdırsa, ritmikdirsə, bu artıq fəsadlara müəyyən qədər səbəb ola bilər. Neonatal reanimasiyaya qeyri-adekvat tənəffüsü, qeyri-adekvat qan dövranı, ürək çatışması əlamətləri və s. səbəb olan hallarda artıq xəstə reanimasiya mütləq şəkildə yerləşdirilməlidir. Neonatal reanimasiya xəstənin kritik vəziyyətin ağırlığına görə ona lazım gələn, ehtiyac olan müdaxilələr olunur. Buraya biz oksigen dəstəyi ilə başlamış, non-invaziv və yaxud da ki, invaziv olan deməli ventilyasiya dəstəyinə keçilə bilər və ona uyğun olaraq müalicə istiqamətimiz müəyyənləşdirilə bilər. Təbii ki, xəstələr cərrahi müdaxiləyə ehtiyacları vardırsa və yaxud da bəzi hallarımız vardır ki, bizim sırf olaraq tipdəki bəzən xəstəni sırf olaraq intubasiya eləməli, yəni onu süni tənəffüs dəstəyinə invaziv olaraq yerləşdirməyə məcbur oluruq. Lakin bunlar hər biri fərdi xarakter daşıyır. Xəstənin diaqnostikasına uyğun olaraq, səbəblərinə uyğun olaraq və onun klinik əlamətlərinə, analiz nəticələrinə əsasən bunlar hamısı qiymətləndirilərək belə deyə dəyərləndirilib aparılır. Aha, yəni körpədən körpəyə bu fərqlidir? Bəli, əlbəttə ki, fərqlidir. Hər bir xəstənin özünün fərdi yanaşma şəkli vardır. Çünki bəzən keçici tranzitor taxipnoya kimi görünüb, sonra altdan belə deyərdik ki, baxırsınız ki, tranzitor taxipnoya kimi, lakin rengenoloji müayinələr nəticəsi, yaxud da qan qazları, kardioloji müayinələr artıq sizə müəyyən etdirir ki, burada keçici bir xarakter daşımır. Burada altda yatan bir səbəb vardır, distres sindrom ola bilər buraya, yaxud da pnevmoniyalar, inkişaf qüsurları və biraz öncə sadaladıqlarımız və s. və ona uyğun olaraq da xəstəyə müdaxilələr olunmalıdır. Nərmin xanım, bəs birdən məsələn tənəffüs qoşulur, müalicə müddəti davam eləyir, sonra yenə biraz fasilə olur, amma birdən-birə təkrarlanma
Yəni olurmu? Yenidən məcbur olursunuz uşağa körpəyə, yəni süni tənəffüs qoşmağa? Bəli, əlbəttə ola bilər. Bu xəstənin müalicə olan cavab reaksiyasına görə asılıdır. Həmçinin də ki, xəstənin gedişatından asılıdır. Belə ki, yeni doğulan uşaqlarda infeksion proseslər çox vaxtı lokal bir sahəni əhatə etmir. Daha çox bu multisistemik bir proses əhatə edir. Bayaqları qeyd etdiyim kimi septiki vəziyyətlərlə qiymətləndirilir. Septiki vəziyyəti olan müdaxiləyə çox məcbur qalan, invaziv işləmlərə çox olan uşaqlarda septiki vəziyyət bir qədər qaçınılmaz hal kimi qiymətləndirilir. Çünki bu uşaqların immun sistemləri tam formalaşmamışdır, immun sistemləri zəifdir və deməli bunlara dayanmadan, durmadan intensiv müalicə, intensiv terapiyanın aparılması, müdaxilənin aparılması gətirib bu çıxarda bilər ki, xəstə müəyyən qədər dinamika izlənilir, xəstə toparlanmaq kimi görünür, kompensator məsələdə olur, lakin gündən sonradan ağırlaşmalar baş verə bilər. Təbii ki, burada altda yatan səbəb də ola bilər olsun. Burada metabolik xəstəliklər də ola bilər, ürək qüsurları da ola bilər və s. Onlar sırf olaraq araşdırılmalıdır. Bəzi metabolik məsəl üçün xəstəliklər var ki, sırf olaraq tənəffüs pozğunluğu kimi bizə görünür, klinik olaraq əlamət olar, amma altda yatan səbəblər genetik və metabolik xəstəliklər şəklində özünü büruzə verə bilir. Ana özünü eləyə bilər. Baxın, uşağında görür ki, tənəffüs problemləridir. Ana evdə ilkin yardım olaraqmı deyirsinizsə, ana evdədir. Məsəl üçün uşağında tənəffüs pozğunluğu əlamətlərini hiss eləməyə başlayır və bu zaman ilkin yardım əlamətlərini mütləq olaraq özü evdə başlamağa məcburdur. Təbii ki, təcili tibbi yardımı çağırır, yaxud da həkimə müraciət edir və s. Lakin evdə olaraq ilkin öncə uşağa düzgün pozisiyanı verməlidir. Yəni ümumi olaraq da hər zaman ilk ana təcrübəsizdir, lakin uşağına düzgün pozisiyada yatış pozisiyasını verməlidir. Arxası üstü uzatmalı uşağı, bir qədər baş və çiyin hissəni qaldırmalıdır. Lakin bu qaldırmada müəyyən bir dərəcə səviyyəsi, 15-30 dərəcə dediyimiz bir təqribi olaraq bir dərəcə səviyyəsi olmalıdır. Çox yüksək qaldırma, başın arxaya doğru atılması, belə dedik, hava yollarını bağlaya bilər və yaxud da çox sıxma önə doğru, bu da deməli hava yollarını daralada bilər. Yaxud da bəzən valideynlər götürürlər uşaqların yanına yumşaq əşyalar filan qoyurlar, uşağın nəfəs yollarını sıxa bilər. Bu heç tənəffüs pozğunluğu qalsın, ani qəfil bəbək ölümləri dediyimiz ani qəfil köpə ölümlərinə qədər gətirib çıxarda bilən səbəblər ola bilər. Amma uşaqda tənəffüs pozğunluğu gördükdə isə yenə də ilkin öncə uşağa düzgün pozisiya verilməlidir. Sonrakı mərhələdə tənəffüs yolları açıq saxlanılmalıdır. Burun tənəffüsü bərpa olunmalıdır. Tənəffüs yolları burun təmizlənməlidir. Damcılarla təmizlənir. Çox vaxt lazım gəldikdə aspiratorla çəkilməlidir. Əgər uşaqdan ağzından və yaxud da ki, ümumi olaraq desək, maye xaric olunursa, uşağı yana doğru çevirməli, bir qədər başını aşağı əyməli ki, ona bir qədər köməkçi olsun. Yaxud da sonra görür ana ki, tənəffüs uşağı ləngiyir, ya qısa müddətli dayanmalar şəklində ola bilər. Bu zaman kürəyinə və yaxud da ki, dabanı kiçik olaraq toxunuşlar etməlidir. Stimul, taktil stimul kimi dediyimiz, sanki uşağa stimullaşdırır ki, nəfəs almanı. Bunu bərpa etməyə çalışmalıdır. Çox biz valideynlər çox məsləhət görməsəkdir, amma çox ani hallarda bizdə bu böyüklərdə ağızdan ağıza kimi, nəfəs kimi dediyimiz, lakin körpələrdə isə bu ağızın burnu hər ikisini bərabər əhatə edən bir hava vermək oluna bilər. Əgər ürəkdə problemə yarandıqda isə bunu daha çox təkmilləşmiş həkim tərəfindən aparılmalıdır, amma resusitasiya, kardiopulmonar resusitasiya aparılmalı ola bilər ki, bu da 3-1-ə nisbətindədir. Əsas olaraq uşağa düzgün pozisiyanın verilməsi və burun yolların açıq saxlanılması və s. kimi sadaladığımız amillər evdə aparılmalıdır və uşaq dəyərləndirilməlidir. Get-gedə məsəl üçün dərisində göllər varmı, get-gedə bunlar artırmı, tənəffüs aritmikliyi və yaxud da qeyri-effektli və adekvat olmayan nəfəsin get-gedə artması müşahidə olunur, yoxsa get-gedə özünə gəlir. Göylər, göyümtül ləkələr, sianoz tutmalar azalırmı və s. Bunları da hər biri dəyərləndirilməlidir mütləq olaraq. Yəni bu tədricən olacaq, amma göyərmələr gedə bilər. Belə deyim, ana ki, bu pozisiyaları düzgün versə, burun yollarını tənəffüs nəfəs almanı təmin eləsə, uşağın burnunu açsa, nəfəs yolları havanı ala bilsə, bir qədər azala bilər. Amma dinamikada artırsa, mütləq olaraq təcili tibbi yardım, neonatoloq baxışı mütləq olaraq xəstəxanaya, onsuz da bu əlamətlər müşahidəsə həkimə müraciət etmək vacibdir. Lakin təxirə salınmaz olaraq, yəni çağırmaq lazımsa təcili tibbi yardım çağırılsın deyə. Biz səbəbləri araşdıranda niyə uşaqda tənəffüs çatışmazlığı yaşanır?
yaşanır, niyə pozğunluqlar yaşanır? Biz çox faktorları söylədik. Bəli. Hətta verilişin əvvəlində keysəriyyə üsulu ilə bəlkə uşaq doğulur, təbii yolla bəlkə uşaq doğulanda belə olur, biraz nəfəs darlığı yaşayır. Buna qədər toxunduq. İndi sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə hamiləliyin və yaxud doğuşun da belə deyək, planlı şəkildə olması, ən əsası doğuşun planlı şəkildə olması, vaxtından bəzən tez baş verməsi. Bunlar əslində birbaşa olaraq göstəriş ola bilər də uşaqda tənəffüs pozğunluqlarına. Bəli, əlbəttə ki, ola bilər. Normada uşaqların doğuşu Əksər uşaqlarda bu olur, yoxsa Nərmin xanım? Çox uşaqlarda. Baxın, siz müşahidə edirsiniz hər gün. Bilirsiniz nətər? Burada əsas məqsəd doğuşun planlı şəkildə aparılmasıdır. Doğuşa hazırlığın düzgün olmasıdır. Biraz öncə qeyd etdiyim kimi, doğuşa hazırlığın aparılması ginekoloq tərəfindən düzgün olduqda, yəni bu problemə bir qədər risk faktoru bir qədər daha aşağı enir. Yəni vaxtından əvvəl doğulma riskimiz varsa, anaya kortikosteroidlərin verilməsi misalı üçün. Ananı sanki uşaq doğulsa belə surfaktan sintezini artırırlar. Ağciyərlərin açıq qalma, tənəffüs pozu riski bir qədər enmiş olur. Vaxtında doğulan uşaqlarda isə ən çox 38-40 gestasiya həftələrində uşaqların qəbul edilməsi, planlı şəkildə qəbul edilməsidir ki, bu zaman artıq surfaktan sintezi tam özünü bərpa etmiş olur və artıq uşaq tam yetkinləşmiş, tənəffüs mərkəzi yetkinləşmiş və s. olur. Belə uşaqlar doğulduqdan sonra daha az tənəffüs pozunun riskimiz olur. Belə uşaqların daha az apnoya vermək və s. riskləri olur. Yəni tam olaraq yetişmiş, belə deyək, vaxtında doğulmuş uşaqların planlı olaraq. Bəzən belə bir söz də vardır ki, uşaq o vaxt hazırdır ki, o artıq nəfəsi bərpa olmuşdur. Nəfəsi özü ala bilirsə, onda artıq deməkdir ki, doğuşa hazırdır. Amma hal-hazırda o qədər multifaktorial səbəblər vardır ki, bəzən həkimlər yəni ciddi fəsadların qarşısını almaq üçün uşağı vaxtından əvvəl yəni doğuş qəbul etməyə məcbur olurlar. Panikaya düşürlər də ona görə. Yox, panika deməzdim. Müxtəlif səbəblər ola bilər. Çünki oradan-buradan o qədər fikirlər eşidirlər ki, yanlış fikirlər. Həkimləri açısından demək gərəkəndə bəzən anaların açığı deyim ki, biraz mayeləri əvvəlcədən açıla bilir. Bu da infeksiya riskini artırır, fizioloji ola bilər. Bəzən süni mayalama nəticələrində bəzən çox dölü hamiləlik olur ki, artıq burada gözləmə şansları az olur. Yaxud da ki, müxtəlif səbəblər ola bilər burada, ya da inkişaf qüsurları ola bilər və s. ki, artıq baxırlar ki, yəni ginekoloq dəyərləndirir ki, bu cür yəni ananı saxlamaq mümkün deyildir. Ən azından ilkin tədbir olaraq götürməyə məcburlar. Lakin ona da hazırlıq lazımdır. Yəni yenə dediyim kimi qəbul eləməmişdən əvvəl artıq körpə hazırlanmalıdır, doğuşa hazırlanmalıdır. Mənə elə gəlir ki, əksər valideynlər bu müalicə müddətində bu ki problem yaşanıb və daim elə bir ki onun stresini bir müddət yaşayırlar. Uşaq bəlkə də gəlib çatır 2-3 ayına, baxırsan ki, gedib gəlib yenə də bəlkə də baxırlar ki, görüm uşaq nəfəs alırmı? Belə valideynlər var əslində. Əlbəttə var. Çünki o problemi yaşayan valideyn rahat yata bilməz. Mən belə düşünürəm. Bəli, əslində gedib gəlib yoxlayacaq. Tədqiqatlar göstərir ki, açığı bir tədqiqatda da belə bir şey var idi ki, əgər bir deməli ananın uşağı küvezdə olursa və ya da süni tənəffüs dəstəyinə ehtiyacı olursa və bu ana bu barədə məlumatlanmalıdır ilkin öncə. Ananın məlumatı bu barədə olur və ana körpə təması arada balans pozulduğuna görə müəyyən qədər istər-istəməz analar daha çox depressiv pozuntulara məruz qalır, depressiyaya girə bilirlər. Bu psixoloji problemlər yaşana bilər və ona görə ailələr istər-istəməz bir qədər daha çox təşviş içində olurlar. Bu bir qədər daha normaldır, lakin ailələr bu dövrdə bir qədər səbirli olmalıdırlar. Çünki sonrakı dövrdə onlara çox böyük ehtiyac olur. Belə ki, uşaq toparlandıqca, misal üçün ana bu qədər depressiya keçirməsi, tənəffüs uşağı üçün problemə yaşaması ana südünün də azalmasına səbəb ola bilər. Belə ki, ana südü də bizim üçün çox əhəmiyyətlidir. Təkcə bu qida mənbəyi deyildir. Həm ana ilə körpə arasında bağlılıqdan başlamış, deməli immun sistemin formalaşmasından, iltihab əleyhinə problemlərin qarşısını almasından tutmuş çox vitaminlərlə çox zəngindir ana südü. Bunun üçün ana bir qədər güclü olmalı və təbii ki, müəyyən qədər ananı depressiv vəziyyətdən uzaqlaşdırmaq lazımdır. Lakin istər-istəməz tədqiqatlar da onu göstərir ki, valideyn
valideynlər çox depressiyaya meylli olurlar bu dövrdə. Yaxşı, bəs ana südü ilə hardasa bu tənəffüs pozuntularının qarşısını almaq mümkündür? Belə deyərdi, ana südü əvəz edilməz bir maddədir bizim üçün, əvəz edilməz bir qidadır. Təkcə qida mənbəyi deyildir. Belə ki, onun tərkibində olan immunoqlobulинlər olsun, sitokinlər olsun, həmçinin laktoferinlər olsun, həm uşağı bakteriya və virus olan infeksiyalardan qoruya bilir, həm immun sistemin formalaşmasında çox mühüm rola malikdir. Və ona görə də ana südü həmçinin bir tədqiqat vardır ki, bir neçə tədqiqatlar aparılmışdır ki, ana südü alan uşaqların sonrakı dövrlərdə meydana çıxan tənəffüs problemlərindən qoruna bilirlər. Belə ki, allergik reaksiyalardan. Bu ana südü alan uşaqların digər süni qida ilə qidalan uşaqlara nisbətən bronxal asma, allergik xəstəliklərə yoluxma ehtimalları daha aşağıdır. Ona görə də ana südü bizim üçün hər bir zaman əvəz edilməzdir. Təbii ki, biz hər zaman valideynlərdən 2 gün öncə ana südünü istəyirik ki, yəni analar verə bilsinlər övladlarına. Təbii ki. Bu halları yaşayan analara bir də psixoloji dəstək də lazım gəlir. Nərmin xanım, alırlarmı psixoloji dəstək bilmirəm, amma yenə də mənə gəlir ki, bir müddət onlarla çalışmaq lazım gəlir. Təbii ki. Yəni uşağın müalicəsi bir başqa tərəfdə lazımdır, davam edir. Amma bir tərəfdən də ananın özünün müalicəsini aparmaq lazım gəlir. Mənə gəlir ki, yeni analar Bəli. çox araşdırırlar. Mən belə kənardan görürəm. Deyirəm ki, afərin. Əvvəlkilər elə deyil. İndikilər hər şeylə maraqlanırlar. Sevindirir əslində bu məni. İnternet dövrü, hər şey əl çatanlığın olması, yəni artıq biz süni intellektdən istifadə edə bilirik və yaxud da ki, müxtəlif saytlarda məlumatlar ala bilirik. Bəzən bu məlumatlar əslində sevindirici haldır ki, valideynlər məlumatlanırlar, lakin bəzən də daha belə deyərdik ki, məlumatlar düzgün olmayan istiqamətdə olur. Ona görə hər zaman valideynlərə məlumat verəndə onu bildirirəm ki, oxuduğunuz istinada diqqət edin. Hardan oxuyursunuz? Yəni bu sosial şəbəkədən mi oxuyursunuz? Yoxsa hansısa deyərdik ki, bir müəllifin, bir belə də institutun tədqiqat nəticələrinə mi oxuyursunuz? Buna çox diqqət etməlidirlər ki, hara istinad verirlər. İstinadlar olduqda Ümumdünya Səhiyyə Təşkilatı olsun, xüsusi klinik protokollar olsun, təbii ki, bunlar qəbul ediləndir. Lakin yəni bir qədər istinadlara diqqət edilməlidir. Ən azı heç olmasa həkimlərlə məsləhətləşib. Əgər fikirlər üst-üstə düşürsə, demək ki, bu elmə söykənən bir fikirdir. Elmə söykənmək lazımdır. Doğrudur. Belə, təşəkkür edirəm Nərmin xanım gəldiyinizə görə. Mən də sizə təşəkkür edirəm Səmirə xanım. Çox maraqlı idi. Çox sağ olun. Hər bir yeni nəfəs, yeni bir başlanğıc. Biz də onu vurğulayırdıq həmişə ki, həyatın ilk anında biz bu nəfəsi görmək istəyirik, eşitmək istəyirik, duymaq istəyirik. İndi o valideynlər ki, bəzən ilk vaxtlarda dediyimiz kimi bu nəfəsi tam olaraq görmədiklərinə görə normaldır onlarda bu proseslər. Bayaq söylədik ki, psixoloji dəstək almalı. Təbii ki, stres keçirən anaya bu hallar normal gəlməyəcək. Depressiyaya düşən anaya bu hallar normal gəlməyəcək. Ona uzun müddət lazım gələcək ki, biraz psixoloji dəstək alsın, ətrafdakı insanlar ona dəstək olsunlar və hər şey düzələcək təbii ki. Yenə də burada erkən müdaxiləyə gedib çıxırıq. Uşağınızda belə bir problemin, nəfəs darlığının, nəfəs çatışmazlığının əlamətlərini, ilk siqnalını görsəniz, dərhal da həkimə müraciət etməlisiniz. Hərçənd ki, onsuz da doğum evində ətraflı şəkildə uşaqlar, bəli, müayinələr aparılır uşaqların üzərində. Nərmin xanım Əzizova idi. Bugün neonatoloqumuz çox izahlı bir şəkildə bizə yeni doğulmuşlarda tənəffüs pozğunluğu niyə olur və nə etmək lazımdır deyə bu mövzu ətrafında danışdı. Hər birinizin adından da təşəkkürümüzü bildiririk. Sağ olun. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Təşəkkürlər. Çox sağ olun. Sağ olun.